İranda qanlı etirazlar davam edir. İndiyədək 2000-dən çox etirazçı öldürülüb, 10 mindən çoxu həbs edilib və yenə bu protestləri gözdən salmaq üçün onu ABŞ-İsrail maraqları kontekstinə reduksiya eləyənlər çoxdur. Etirazlar polifonik səsə sahibdir. Qadın haqları tərəfdarları da var, tələbələr də, işsizlər ordusu da, müxtəlif millətlərdən milli fəallar da, tələblər də müxtəlifdir. Amma əsasən sosial problemlərə işarə eləyir. İnsanlar acdır. Deməli, belə çox səsli protesti ABŞ oyunu kimi oxumaq üçün müstəsna həyasız olmalısan. Zorakılığın yayıldığı kadrları seçib, protesti təxribat adlandırmaq üçün də qapazaltı kölə təfəkkürü xalqın öz gücünə nəyisə dəyişmək istəyəcəyinə belə inanmır. O, hər protestin arxasında bir xəyali güc axtarır. Bu etirazlar həm də rejimin 10 illiklərdir davam edən ifrat zorakılığına qarşıdır. O rejim ki, ona qarşı onlarla ayaqlanmanı ən amansız şiddətlə susturub, 10 minlərlə insanı haqqını tələb elədiyi üçün öldürüb. Amansız dövlət zorakılığı o həddə çatıb ki, Tehranda insanlar məscidə belə od vurublar. Məscidi siyasi bir məkana çevirib, onu dini repressiya maşınının alətinə döndərəndə qarşı tərəfin də reaksiyası bu olacaq. Rejim 40 ildir ki, bütün cinayətlərini din pərdəsi arxasında gizlədir. Allahı, Quranı və məscidi öz hakimiyyətinin təhlükəsizlik divarına çevirib. Biz zorakılığı sevmirik, amma gəlin görək, bir zorakılığı qınayanda onu ortaya çıxaran neçə zorakılığı legitimləşdirmiş oluruq. 21-ci əsrdə milyonlarla insan hicaba boğulur, buna etiraz elədiyi üçün minlərlə insan ağır işgəncə görür, küçənin ortasında döyülür. Evin zindanı dünyada işgəncə maşınlarının ən dəhşətlilərindən biridir. Başqa bir qrupsa etirazları şahdansa molla çərçivəsinə salmağa çalışır. Etirazlarda şahsevərlərin nə qədər olduğu bəlli deyil. İkincisi, ölkə daxilində hər növ müxalifəti amansız repressiya ilə aradan qaldıranda, siyasi həyatı məhv eləyəndə, insanları 7-ci əsr dini ilə mütiləşdirəndə necə bir mənzərə ortaya çıxmalıydı? Rejim ölkənin immunitetini, ziyalıları, gəncləri, aktivistləri məhv eləyib didərgin salıb. Rıza Pəhləvi bir şəxs deyil, o simvoldur. Biri üçün təhlükəsizlik deməkdir, biri üçün sekulyərizm deməkdir, bir başqası üçün molla olmayan. Bəli, İsrail və ABŞ İran üçün puskuda dayanmış quzğunlardır. Şah rejimi isə molla rejiminin baiskarı. Amma gəlin, səbəb-nəticə əlaqələrini pozmayaq. İranı bu qədər rəzil hala salıb, onu zəiflədən bu üfunət qoxulu mollalardır. Hazırda azadlığı üçün canını fəda eləyən gənclər yox.